Xanımlar, bugün sizə nə kosmetika ilə, nə də təmizlik vasitəsi ilə gəlməmişəm. Bu günləri mənim sizə gəldiyim məhsul buxar ütüsüdür. Deməli xanımlar, gördüyünüz Faberlic Home-dan olan bu ütü, bu gözəl, möhtəşəm buxar ütüsü ən inadkar qırışları belə tez aradan qaldırır. Rahat bir şəkildə təravətləndirir. Geyimlərinizin mükəmməl görünüşünü uzun müddət qoruyub saxlayır. İkinci, ideal hamar sətlərdən zövq alacağınız və asan və sürətli, rahat bir şəkildə ütülənə biləcək buxar ütümüz. Bundan əlavə olaraq bu buxar ütümüz ipəkdən tutmuş kətana qədər bütün parça növləri üçün uyğundur. Yüngül buxar, nazik parçaları zərif şəkildə qoruyacaq sizin üçün. Güclü buxar zərbəsi isə dərin qırışları aradan qaldıracaq. Deməli xanımlar, ütümüzün altlığı belə deyim sizə ki, keramikadır. Keramikadan da altlığı, damcıya qarşı sistemləri var. Ondan sonra özünü təmizləmə və avtomatik sönmə funksiyası var. 2200 volt gücündədir. Çox uzun bir şnuru var ki, rahat bir şəkildə paltarlarınızı ütüləyə biləcəyiniz və sizin üçün rahat gedəcək. İçindən belə bir başlığı çıxdı, daha doğrusu su doldurmaq üçün qabı çıxdı. Daha sonra içindən özünün dokumenti çıxdı, hansı ki, funksiyalarını buradan öyrənə biləcəksiniz. İndi gəlin ütümüzün həqiqətən də necə ütülənə biləcəyini sizə göstərirəm. Deməli toka taxdım. Ütümüzü buxar rejiminə keçirtdim. Ən sona buxar rejiminə qoydum. Ayarladım buradan. Suyunu artıq doldurmuşam içinə və ütünü təbii ki, anındaca qızır, onu da bildirim və ütünü qızmağa qoyuram. Və indi isə mənim üçün ən qırışlı olan, xanımların heç sevmədiyi, belə deyim ki, çikol plastin adətləri var ki, biz bunları ütüləməyi həqiqətən də sevmirik. Mən elə bilirəm ki, mənim zamanımı çoxalır və indi sizə mən bunu göstərəcəm ki, bunun bir çox funksiyaları var. O funksiyalarını da indi sizə göstərəcəm. Xanımlar, ilk öncə sizə mən bunun atış gücünü göstərəcəm. Atış gücünü göstər baxın. Çox sürətli atışı var və ütüləmə gücünü göstərmək istəyirəm. Həqiqətən də bir toxunuşla çox gözəl, möhtəşəm şəkildə paltarlarımızı ütüləyir və elə bir şəkildə buxar verir ki, inanın mənə ki, sanki əlimin altında ütü titrəyir. Çox gözəl, sürətli şəkildə tez bazar paltarlarımızı ütüləyib rahat qoya bilərik. Deyim ki, ütü qaldı paltarın üstündə və mənim yadımdan çıxdı bu ütü. Gəl görək nə baş verəcək. Paltar yanmaq üzrədir, sarala da bilər. Görək nə olacaq. Və mən bu riski edirəm, qorxmuram. Niyə? Niyəsini indi görəcəksiniz. Görün nə olacaq. Və budur. Ütü mənə xəbərdarlıq verir ki, məni buradan götür. Mən sənin yadından çıxmışam. Və ütümüzü qaldırırıq. Buyurun, yanma. Heç bir şey yoxdur. Belə gözəl ütü hər bir evə lazımdır xanımlar.